Salam əleykum. Bu güllərimin bir qismini çəkirəm ki, baxın. Belə qorumaya almışam. Görün nətər almışam. Baxın, bu tərəfi qorumaya almışam. Baxın. Belə bu formada qorumaya aldım. Ki güllərim xarab olmasın. Belə qorumaya aldım. Burada lavantam var. Lavantamı da alacağım qorumaya. Amma hələ tezdir. Sonra bunları alacağım. Bunları da ağzı bir yerə yığacağım bunları. Hələ ki belədir. Ha, begonvilimin oradan bir dənə yarpağı çıxıb. Ev yoxdur, orada dursun da. Qəşəng. Amma özünün yeri istidir. Belə bu formada görün, buradan göstərmirəm. Göstərmək olmur, yox. Qəşəng yerləri. Ha, belə, içərdən belə görünür. Qorumaya almışım. Yerləri istidir da. Bir sözlə, orada parnik şəraitində qəşəng olacaq. Bəzi güllərimi hələ çıxardıb oraya yığmışam. Belə, bu da pəncərədəki güllərim. Buradan bəzi gülləri çıxartdım. Süs yoncasını zaten çıxartmışam. Belə, qəşəngdirlər. Neyse, biraz güllərimdə belə nəzarət eləyirəm, nə eləyim. Amma belə çöldə qalanlar var, bunlar şeydir, nə tər deyim sizə. Kaktus, bunlar soyuğa dözümlü əslində, amma yenə bunlarda buradan belə qorumaya alacağım. Onlar belə pləşənin yanına sarıyla, sələfandan o formada qorumaya alacağım. Oradakı, bu yandakı gülləri də yığacağım altda. Qəşəng. Sağ olsun. Bunları da qorumaya alacağım. Yaxşı, bu qədər çəkilişim. Sağ olun, salamat qalın.